Mənə tez-tez sual verirlər ki, niyə Azərbaycan dilində videolar çəkmirsən? Düzdür, az çəkirəm, amma gəlin Azərbaycanda son bir həftə baş verən hadisələrə nəzər çəkək. Nədən danışım? Bundan danışım. Azərbaycandakı ermənilərin başçısı Razmik. Ramiz'in adı Razmik'ti. Familiyası da Markaryan'dı. Ciddi diyorsun. Tabii ciddi diyorum ben. Bu besin məhkəməyə. Razmik Markaryan. Yoxsa bundan danışım? Yoxsa bundan danışım? Hara baxırsan, hamı bir-birini döyür, hamı bir-birini söyür. Bu cəmiyyətdə it yiyəsini tanımır. Dünənləri isə bu insan mənim qabağıma çıxdı. Qabaqcadan demək istəyirəm ki, videoda söyüş olacaq. Yaxşı eləyirəm. Qışqırma. Qışqırma. Sizcə dövlət məmuru və yaxud normal bir insan belə bir söz istifadə eləyə bilər, heç nədən? Kiməsə belə bir söz demək olar? Başa düşürəm, yəqin həmin o insan, deməyəcəm ki, evində onu yeyir və yaxud nəsə və ilaxır, yox. Mənə elə gəlir ki, həmin o insan Ramiz Mehdiyevin kadrıdır və baş verən hadisələrə nəzər salsaq, çox əsəbidir. Və nəinki onlar Bayır şəhəri it günə salırlar, necə özləri yaşayırlar. Və yəqin həmin o aqressiya, həmin o insanın içində toplanıb və bu cür bir uza verib. Başqa mən buna ad tapa bilmərəm. Və həmçin belə bir insanlara demək istəyərdim ki, olmayan papaqovuzu qoyun qabağınıza fikirləşin, amma papaqovuz da yoxdur, necə qriyetivist kimi. Və axırda mən nə deyə bilərəm? Heç nə. Mən yalnız Əliağa Vahidin gözəl sözləri ilə bu buraxılışı bitirə bilərəm. Əvvəlindən salan olsaydı əgər başa bizi, cəhlimiz salmaz idi bunca dağa daşa bizi. Azacıq elmimiz olsaydı əgər əsrə görə, boyun əydirməz idi qonşuya yoldaşa bizi. Nə hünər var, nə bilikimiz, nə də ki devlət mal. İti atsın da yeməz, hiss eləməz laşa bizi. Şübhəsizdir tüpürə surəti iftarımıza, göstərən olsa bu sima ilə nəqqaşa bizi. Üzü dönsün görüm ol ağuya dönmüş çöreğin, yaxşı möhtac elədi. Davamını siz deyin.